Salam uşaqlar, hər vaxtınız xeyir. Başımız monitorinqlərə qarışıb, iş dəftərindən paylaşımlar yadımızdan çıxıb. Təsadüfi hadisə ilə davam edək. Deməli, təsadüfi hadisə biz bilirik ki, nəticəsi əvvəlcədən məlum olanlar yəqin hadisələrdir. Baş verməsi mümkün olmayan hadisələr elə mümkün olmayan hadisələrdir. Ümumiyyətlə ola da bilər, yəni elə hadisələr də var ki, onların baş verməsi mümkündür, amma nəticəni əvvəlcədən müəyyən eləmək olmur. Ona görə məsələn ola da bilər, olmaya da bilər. Bunlar təsadüfi hadisələrdir. Gəlin indi verilənlərlə tapşırıqlarını daha yaxşı izah edək. Verilən hadisənin təsadüfi, mümkün olmayan və ya yəqin hadisə olduğunu müəyyən et və uyğun xanada qeyd et. Deyir ki, oyun üzəri bir dəfə atıldıqda cüt xalın düşməsi. Yəni bu oyun üzərini biz bir dəfə atanda cüt xalın düşməsi təsadüfi haldır. Yəni ola da bilər, olmaya da bilər. Düşə də bilər, düşməyə də bilər də. Yəni əvvəlcədən bilmirik ki, bu mütləq ki düşəcək və yaxud düşməyəcək. Lotereya biletinin uduşlu olması. Bu da biz bu bileti alırıq. Bilmirik ki qazanacaq yoxsa qazanmayacaq. Yəni təsadüfi hadisədir. Yerin günəş ətrafında fırlanması yəqin hadisədir. Yəni yer günəş ətrafında fırlanır da, bunun başqa bir yolu yoxdur. Bir adamın ad gününün həftə sonuna düşməsi. Bir adamın ad gününün həftə sonuna düşməsi təsadüfi hadisədir. Düşə də bilər, düşməyə də bilər. Ancaq alma yığılmış səbətdən narın çıxması. Bu artıq mümkün olmayan hadisədir. Alma yığılan səbətdən nətər nar çıxa bilər ki? Göy qurşağında qara rəngin olması. Bu mümkün olmayan hadisədir. İki ardıcıl natural ədədin cəminin tək olması. Məsələn, deyirik ki, 2 dənə ardıcıl natural ədəd yazır. 2-nin üstünə 3 gələndə 5 edir. Və yaxud da 5 üstə gələk 6, 11 edir. Həqiqətən də tək ədəddir. Yəni, yəqin hadisədir. Növbəti ikinci. Deyir, uyğunluğu müəyyən et. Yalnız qara kürələr olan torbadan təsadüfən seçilən bir kürənin ağ olması. Qara olan torbadan nətər ağ çıxa bilər ki? Bu mümkün deyil. 8 ağ 2 qırmızı skuterdən təsadüfən seçilən birinin qırmızı olması. Yəni ola da bilər, olmaya da bilər. Yəni çətin ki olsun. Təsadüfən seçilən bir insanın yaşının 100-dən çox olması. Bu da çətin ki olsun. Təsadüfən seçilən bir ildə fevral ayının 29 gün olması. Bu da yəni ola da bilir, olmaya da bilir. Çünki 4 ildən bir dəyişdiyi üçün bilmirik. Təsadüfən bilmirik hansı ili seçəcək bu. Təsadüfən seçilən bir ildə 12 ay olması. Əlbəttə ki, bu mütləq hadisədir. Spinner 3 müxtəlif rəngli hissəyə bölünüb. Qırmızı və yaşıl hissələr konqruentdir. Əqrəb fırlandıqda rəngli hissələrdən birinin üzərində dayanır. Uyğunluğu müəyyən et. Fikir verirsinizsə bu şəkildə qeyd edib. Əqrəb yaşıl hissədə dayanır. Yaşıl hissədə dayanırsa bu təsadüfi hadisədir. Yəni fırlandığı zaman təsadüfən yaşılda dayana bilər. Təsadüfən qırmızıda dayana bilər. Təsadüfən mavidə dayana bilər. Əqrəb qara hissədə dayanır. Bu mümkün olmayan hadisədir. Çünki burada qara rəngimiz yoxdur. Əqrəb yaşıl, qırmızı və ya mavi hissələrin birində dayanır. Əlbəttə ki, bunların hər birindən mütləq ki, birində dayanmalıdır. Hadisələr eyni imkanlıdır. Əks halda işarə ilə qeyd et fikrini əsaslandır. Biz demişik ki, eyni imkanlı hadisələr adından da göründüyü kimi eyni olmalıdır. Say baxımından da bir-birinə bərabər olmalıdır. Bu şəkildə. Deyək ki, 1-dən 100-ə qədər ədədlərdən təsadüfən biri seçilir. Bu ədəd tək ədəddir, bu ədəd cüt ədəddir. Yəni bu 50-50-yədir də. 50 dənə onsuz da 1-dən 100-ə qədər olanda tək ədəd var. 50 dənə də cüt ədəd var. Sayları bərabər olduğu üçün deməli bu eyni imkanlıdır. Torbada olan 30 qara, 10 ağ kürədən təsadüfən biri çıxarıldı. 10 dənə ağdır, 30 dənə qaradır. Bu eyni imkanlı deyil. Yəni biri 30-dur, biri 10-dur. Avtobusda 8 ağ və 8 qırmızı avtomobildən təsadüfən biri avtosalonda. 8 ağ və 8 qırmızı avtomobildən təsadüfən biri seçilir. Gördüyünüz kimi 8 ağ, 8 qırmızıdır deyə bu eyni imkanlı hadisədir. Səbətdə 40 nar və 20 almadan təsadüfən bir meyvə çıxarıldı. Bu da eyni imkanlı deyil. Çünki nar 40 dənədir, alma 20 dənədir. Məişət malları mağazasında müəyyən məbləğdə alış-veriş edən müştəriyə hədiyyə qazanmaq üçün çarxı fırlatmaq təklif edilir və əqrəb bir əşya üzərində dayanır. Eyni imkanlı hadisələri müəyyən et və xətlə birləşdir. Gəlin biz birinci buradan soyuducu, ütü, planşet, TV, mikser və blenderin saylarını tapaq. O zaman biləcəyik ki, hansı ilə eyni imkanlıdır. Baxırıq, soyuducu nə qədərdir? Soyuducu 1 dənədir. Sonra ütü. Ütü 1, 2, 3 dənədir. Yazaq.
TV bir dənədir. Planşet 1, 2 dənədir. Mikser 1, 2. Blender isə, blender var burada, bir dənədir. Fikir veririksə, planşetlə mikser eyni imkanlıdır. Soyuducu ilə TV eyni imkanlıdır və blender eyni imkanlıdır. Burada heç bir əlaqəsi olmayan elə 3 qaldı. Marketdə gətirilən düyü kisələrinin sayı diaqramda verilib. Təsadüfən bir kisə seçilir. Hadisələr eyni imkanlıdırsa, əks halda bu işarə ilə qeyd edilir. Gəlin bir-bir burada yazaq. 3 kiloluğa 30 yazılıb. 3 kq-ya 30, 4 kq-ya 60, əlaqələndirmək üçün yazıram ki, sizə də rahat olsun. 5 kiloqrama da 60, 6 kiloqrama da 30 düşüb. Gəlin variantlara baxaq. Deyək ki, kisə 3 kiloluqdur, kisə 4 kiloluqdur. 3 kiloluqda 30 dənədir, 4 kiloluqda 60 dənədir. Bu eyni imkanlı deyil. Biri 30-dur, biri 60-dır. Fərqli-fərqlidir. İkincisində kisə 5 kiloluqdur, 5 kiloluq. Kisə 6 kiloluqdur. Biri 60-dır, biri 30-dur. Deməli, eyni imkanlı deyil. Kisə 4 kiloluqdur, kisə 6 kiloluqdur. 4 və 6. Bu da fərqlidir, eyni imkanlı deyil. Kisə 6 kiloluqdur və kisə 3 kiloluqdur. Fikir verirsinizsə, bu da 30-dur, bu da 30-dur. Bu da eyni imkanlı hadisə adlanır. Bax, bu qədər rahat və asan mövzu.